Salam dostlar. Bugün Corset Horse Multiplayer'in part 3 ile karşınızdayız. Part 3'te bugün dostlar. 3 nəfərik, xalam, 2 xalam oğlu və mən. Bundan sonra gələn bölümlərdə böyük ehtimal mən başqa bir rayona gedəcəm. Ona görə bundan sonra gələn bölümlərdə başqa bir dostumla çəkəcəm videonu. Bantalıq ataq yerə. Grandpa gəlsin. Nene gəlir. Nene can nene. Nene bir nəfər öldürəcək. Nene məni öldürəcək. Altdan da dədə çıxacaq indi dostlar. Oyunu rahat oynamalıyıq dostlar. İndi görək oyunun axırı necə olacaq. Uçacağıq, udacağıq, qalacağıq, öləcəyik. Allah bilər bunları. Granny gəldi. Nene can nene. Mən sənə qurban nene. Nənəmiz buradadır dostlar. Burada da çarpı kafelerimiz var. Bunun içine böyle demiri çarpıp bağır eləməliyik işin axırını. Nənəmiz oğlu yetsin. Nene can nene mən sənə qurban nene olan Granny nene getdi. Deyək Granny təzən gəlir. Kör ola lalla kör ola. Ana bəsdir o. Körlük lalla körlük. Uyda dostlar Granny'nin dostlar ayağı. Silah verərsən ma. Oldu? Verərsən ma silahı. Silah vasıtasıyla indi Granny'ni öldürəcəm mən ikisində. Çünki bu oyunda çox profesyonel oynuyor. Dədəni vurduğu kimsə. Hansı qatdaydın Murat? 2-ci mərtəbədə. 2-ci mərtəbədə. Kim idi ki? Xodma. İndi dostlar 2-ci mərtəbədəyik deyəndə qalxaq bura dostlar. Granny. Bot Granny. Dang. Dostlar Granny'ye vurduq. Granny yıxır. Granny'ni indi öldürəcəyik dostlar. Burada Levier var. İndi dostlar. Buranı açırıq. Uyda padlock key çıxdı. Çox yaxşı. Bura onsuz da bağlıdır həmişə kimi. Dədənin ofisidir bura. Dədənin orada şəxsi işləri gedir. Şapşuka işləri. Burada bilmən nədir bu belə. Hamama düşürük buradan dostlar. Hamama düşək hamama. Bunun arxasına açaq gələcəkdə bizə lazım olacaq. Və sonra qapını bağlayaq. Sonra düşək aşağı qaçaq. Məncə dədə burada diriləcək. Sizin fikirlərinizi də yorumlara yazmağınızı istəyərik oyun haqqında olan fikirlərinizi yorumlara yazın. Zəhmət olmasa. İndi oradan mahnı çalır. Görürsən kim çaldırır. Burada nene can nene. Hanı mənim nənəm. Nənəm öldü yenə. Nənəm olsa ölüydü. Dədəm də nənəm yanında öldü. İndi nənə də yerinə qaçsın dostlar. Biz də girək otağa şıpıdım eləyək onları. Nənə öldü dostlar. İndi oyunumuzun davamı gəlir. Gəmini düzəldib ya da başqa bir şey düzəldib buradan qaçmağımız tövsiyə olunur. İndi görək ki oyunumuz necə olacaq. Nənəni yenə vurduq. Mən bezdim bunlarla dostlar. Belə iş olar mı? Olmaz. Dostlarımın ikisi də ölübdür. Niyə öldüklərini mən də henüz bilmirəm. İndi dostlar indi davam gəlir. Gözləyək gedək bura. Bunu öldürək görəsəz. Məncə öldürməyək. Öldürmək yaxşı bir fikir deyil. İndi öldürə də bilərik. Sonra suyu atsaq əgər. Öldürək məncə. İndi dədə dirilibdir görək. İnşallah dirilibdir dədəm. Dədəm.
burada dədəmiz var. Dədəmizə bir qulaq sıxaq. Dostlar, dədəmizə bir dəfə də vurduq. Başqa baxaq hansısa var. Dədəmiz gedir. Boynu halqalı dədə. Halqalı dədəmiz. Bu şəklin gözəl. Granny misal da buradadır. Yoxdur. Dədəmiz, şəklin ağzı, şəklin gözü. Şəkili çəkən sənət əsəri çəkib də dostlar. Belə sənət əsərlərinə də yoxdur. Yəni Da Vinci-nin yanına getməlidir. Yəni çox gözəl çəkib bu şəkil çəkən. Heç inanılmaz bir şəkildir. İndi gedirik nananın yanına. Nənə, haradasan? Badımcanlı bağdasan. Nənənin ağzının üstündən şapalağı ilişdirdik. İndi burada gizləməliyik. Tövsiyəmiz gizlənmək, tövsiyəsiz gizlənmək. İndi burada dostlar. İndi dostlar davam edirik. İndi görək ya da ya nənə gələcək. Bura biraz şakşuka işləyək. Bunu qoyaq bura. Silah qoyduq bura. Dədə ya da nənə buralardadır. Dədə yatıb. Nənə də öldü. Ruhunu parası getdi. Onda qaydaq bu otağa dostlar. Dədə hamamdır. Tualetdədir dədəmiz. Tualetdədir, biz də elə düşək tualetimizə. Salam dədə. Tumbaldım o yuxarıdan. Dədəni də burada bir kuruq öldürdük. Tualetə bastıq. İndi bura gizlənək. Qorxdum oğlum. İndi gözləyək. Nənə də buraları nətər silmirsə, kir içindədir. Allah yolu deysin. Adam nə deyər ki, bu nədir nənə? Nəysə dağıt ki, mənə fikirləşsin, gəlsin bura. Dağıtmaq məncə yaxşı fikir deyil. Nənə gəl, nənə gəl, mənə gəl. Nənə ultini açıb gəlir. Nənə gəl, mənə gəl, mənə gəl, nənə gəl, nənəcan gəl, nənəcan deyən dilinə qurban. Dostlar, baxın nənə ilə nə qəşəng oxşuyur. Kopyasıdır, nənənin də ağzı qanlıdır. İlişdirək gəlin ağzına bir dənə danq. Qoyduq bir dənə. Onun ucundakilər deyirsən nənəyə. Hə, dişlərini yumur. Mən dişlərimi dostlar. Nənə yurdum, kolbet diş totalla yurdum. İndi bu da reklamdır. Var, bir dənə diş pastası ala bilir. O qədər var, villası var, bir dənə diş pastası ala bilir. İndi burada biraz çalaq. Dədə hələ də oradadır. Nənə də hələ də buradadır ki, aşk. Bu aşk deyildi, ne be. Bu aşk. Bu yetimçə baxım çöldətsə ilişdirim o yetimçəyə. Burada dostlar. Bu nədir dostlar? Belə bir şey eləmir baba. İndi dostlar. Aşağı qatdayıq dostlar. Dədə? Dədənin oğlu var, balaca bir dənə şey var, tualet. Tualetə oxşayan bir yerdə həbsxana var. Hə. Dədəni dostlar bir dəfə də öldürdük dədəni. İndi dədəni ataq bura. Zibilxanaya. Biz də şahıq da burada. Dədə də bizim köləmizdir. Nə də belə əlində. Nənənin başı sallanır. Nədir belə əlində? İncə almaq şərəsi gəldi. Davam edək dostlar. Nəysə, heç nə tutmamalıyıq. Nənə buradadır. Nənəni də öldürək. Tezdən qaydaq bura. Çox maraqsız gedir oyunumuz amma nəysə. Heç. İkinci gündə bitəcək. İkinci gün bitəndə oyun da bitəcək. Çünki oyun çox uzun çəkir. Yəni çox uzun çəkməyini istəmirik. Bu qədər də. İndi dostlar hemen kimi devam edirik. Burada drop shake eləyəcəm. Ulti açıram. Heç bir yerə gizlənmək olmaz. Hər yerə gizlənmək yasaqdır. Baxaq burada kim diriləcək.
Burada heç kim dirilmir. Buradakı hissədə duracağam. Gözləyəcəm kimsə dirməni. Bu qapı arxadan kilitli deyil onsuz da. Bu qapıya qoyun kilit vuraq dostlar. İndi bu qapıya kilidi vurduq dostlar. İndi gəlin düşək buradan aşağı və arxamızdan qapını bağlayaq. Dədə hardadır? Dədən gedək axtaraq dostlar, dropshipping gedək. Harası gizləmək yasaqdır. Dədə gəlir. Can dədə. Get dədə. İndi gedirik. Silahı atıp gedirik başqa eşyalar. Silahı atmırıq. Gedirik silahla onun oyuncağını öldürək. Bunlar nə deyirsiniz? Onun bəbəsi. Öldürdük. İndi burada Slender'in bizi bezdirəcək dostlar. Çünki onun yetimçəsini öldürmüşük. Bunda da kanal var. Kanal atdıq silahda qoy heç bir polis tapa bilməsin. Heç nə. Bu da qışqıra qalsın burada. İndi burada gedək. Böyük ihtimalla ikinci gün qutaranda böyük ihtimalla oyunda bitəcək. Bu qapı necə belə elədi? Çünki vaxt çox uzun dostlar. Çox uzun vaxt oynamaq olmur. Dostlar Granny buradadır. Qapını açmağa çalışır. Mən də Granny'nin yanındayım. Nətərsən Granny öldürdü məni. Dostlar qolum girdi metlakın içinə, kafenin içinə. İndi davamı gəlir dostlar. Çox maraqlıdır. Yəni sizə də tövsiyə edirəm bu proqramı yükləməyiniz. Like atın, abunə olun. 30 like-da, yəni like-ınızı gözləyirəm. Abunəmiz də qalxsın. Hədəf 1000 abunə. Gedək. İkinci gün bitəndə oyun da bitir. Yerə kimi idi aynı atan dostlar. İkinci gün bitəndə oyun da bitir. Altdan dədə gələcək böyük ehtimalla. Üstdən də nənə gələcək deyə bura gedək. Hansı saat dostumuzun ölmə ehtimalı böyükdür. Amma yenə də belə davam eləməyik oyuna. Kiminsə dalına düşübdür Granny. Mən də qaçım. Qaçdıq Granny'dən dostlar. Kimsə öldürdü Granny. Dostlar. Bugün Granny'nin öldürmək, balaca xalam oğlunu öldürdü Granny. İndi mənim də dalıma düşüb dostlar. Adrenalin səviyyəsinin yüksəklik. Şaka mısın? Ayda dostlar məni də öldürdü. Yerimdə qala bilmədim. Çıxdım və məni də öldürdü. İndi xalam oğluna baxaq. Ölür, yoxsa sağdır, yoxsa ölüdür. Xalam oğlu qapının önündədir. İndi o qapı açılsa Granny bizi öldürəcək. Hə dostlar, indi xalam oğlu gedir. İndi düşər hamam hissəsinə. Hə dostlar, indi burada bu yetimçi ölübdür. O bir şey hissəyə keçməyə çalışma. Çünki buradakı zəhərli şey qalmayacaq. Nənə gəlir. Dədədən qaça bilmədik. Dədə bizi öldürdü. Sağ olun dostlar. Gələn bölümə qədər görüşənədək yeni bölümlə qarşınızda olacağıq. Bu bölümə like atın, abunə olun və videonu bəyənin. Və part 4 yoxdur. Xeyr dostlar, yalan deyir. Part 4 var, yəni part 4-də çəkiləcək, amma indi yox. Hardasa 2-3 həftə sonra və ya 1 ay sonra çəkiləcək part 4. Nəysə, sağ olun, salamat qalın.